Qədim Romada imperiya dövrünə aiddir. Romanın imperiya dövrü eramızdan əvvəl 27-ci ildən bizim eranın 395-ci ilinə qədər davam edibdir. Sasanilər dövləti ilə müharibələr aparması 359-371-ci illərdə olubdur. Amid və Dizrab döyüşləri. Elə bu bizim düzgün cavabımızdır. Digərlərinə baxaq. Plebeylərin Romanın tam hüquqlu vətəndaşlarına çevrilməsi bu eradan əvvəl 3-cü əsr Respublika dövrünə aiddir. Maqneziya döyüşündə Selevkilərin məğlub edilməsi, Maqneziya döyüşünün özü eramızdan əvvəl 190-cı ilə aiddir. Yenə Respublika dövrünə düşür. Ona görə bunu da çıxardırıq. Varlı Romalıların istifadə etdiyi torpaqların ölçüsünə məhdudiyyət qoyulması bu eradan əvvəl 133 və 123-cü illərdə baş vermiş torpaq islahatına aiddir. Çıxardırıq. Yenə Respublika dövrünə düşür. Karfagenin Romanın əyalətinə çevrilməsi eramızdan əvvəl 146-cı il Pun müharibələri nəticəsində yenə Respublika dövrünə düşür. Düzgün cavab Sasanilər dövləti ilə müharibələr aparması.